Əgər cozva adamlardansınız ki, məndən 5 bətər kədu həlvayı söymürdünüz, pəs bu videoya axirətcən baxın, mütməyinnəm nəzəriniz əvəz olacaq. Bizə bir daha bücürsünə boyunlu kədu həlvayı lazımdır. Vəsətdən bölün, toxumdan çıxardın, qabıqlarını soyun, üst qismətin. Bir deser eləyəcəyik, aşağı qismətində bir deser. Üst qismətin bu cür balaca tavaya düzün, aşağı qismətində narin doğrayın, hərəsinə biraz su tökün. Əvvəl modelimizə hel, darçın, zəfəran lazımdır. Qoyun qazın üstünə, qapağını qoyun və icazə verin pişsin. Əvvəl model pişib qutulandan sonra çərəylə bahəm qızardın, sonra doşab tökün, 2 dəqiqədə doşabına qeynəyəndən sonra amadədir. Düzün qabızın içinə, şirədə üstündən tökün, axirdə də cirdəçan və ərdənlə təzyin eləyib nüşücaz olsun. 2000-ci modeli deməmişdən qabaq deməliyəm ki, tatlı Foodun səbtnamı çilliyəcən başlanıbdır. Əgər restoran, furuşqah, kafe, qəzaxori, qəzayı xanəgi, qənnadi və kollən xordu-xorakla məşğul bekarsınız, həttəmən bu fəraxanda şirkət eləyin. 2000-ci modeldə kədu həlvaylar pişəndən sonra çərə tökün içinə və bücürsünə hər nə mənəcə varizdə purə halinə gətirin. Sonra üstündən şəkər və şirə səli də izafə eləyin və qarışdırın. Darçın pudri sərin südlə nişastə də bir-biri ilə qarışdırın, tökün məvaddızın içinə. Çox aram bir hərarətinə icazə verəcəksiniz pişsin. Rənginə görə eləyə bilərsiniz. Zəfəran da izafə eləyərsiniz. Axirdə də bir dör hər nə mənənənci varizdə kamil xəmir halına gətirin. Sonra da tökün qabızın içinə və icazə verin yaxçəldə kamil özün tutsun. Də nəhayət cirdəçan və doşabına meyl eləyin. Gön nə görərsiniz? Fövqəladadır.